Qəhrəmanlıq da olmasa hər halda bir igidlikdir. Mən onun elədiyini qəhrəmanlıq, Azərbaycan xalqının elə bil ki, namusunu, qeyrətini, şərəfini qoruduğu üçün qəhrəman hesab edirəm. Yəni ki, Azərbaycan bayrağını təhqir edib, o da onu öldürüb. Bir tərəfdən düzləyib, amma yenə də qəhrəman adı vermək olmaz. Onları bir yerə salmayardılar. Onlar bilirlər ki, bizim aramızda düşmançılıq var. Onu bir yerə salanlar günahkardır. O uşaq vəziyyətdən istifadə edib, ya ölməlidir, ya bu ölməlidir. İkisindən biri ölməlidir orada. Mən qəhrəmanlıq, yəni vətən üçün nədənsə imtina eləmək, yəni cəsarətli oldu və bunu da biz təqdir edirik və onunla fəxr edirik. Bayraq Azərbaycan xalqı üçün elə bil ki, bir atributdan da başqa, elə bil nətər deyim sənə, nətər ana deyirsən, namusu gözləyirsən, bayraq da elə bil xalqın namusudur. O insan vətənpərvərdir, ya onu verə bilərdim. Yəni, qəhrəmanlıq göstərib nəyə görə? O demək deyil ki, kimisə öldürmək qəhrəmanlıqdır. Amma ki, o öz hüquqlarını tapdaladıqlarına görə düşmandır. Ona görə cavab verib öldürür. Bu hərəkəti edir. Onlar və bizimkiləri öldürəndə yaxşıdır, bu eləyəndə pisdir. Bu da düzgün edir, düzgün əməl eləyib.